Sogar vor ein paar Tagen war auch Kaya Kallas in Aserbaidschan. Die Almaniyadakı Aşağı Sultan Əyalətindəki Sol Gənclik Təşkil İdarə Heyətinin üzvüyəm. Bilirsiniz ki, Azərbaycanda Tofiq Yaqubluya qeyri-ciddi hökm oxunub, siyasi hökmünü bilirik və 9 il hökm oxunub və Tofiq Yaqublu mübarizə aparır. Bu ayın başından azlıq aksiyası keçirilir və onun sərhədi çox pisdir. Hər an ölə bilər də, ölüm azlığı və ona qarşı, o qanuna qarşı adam ölüm azlığı edir və ona dəstək olaraq mən burada indi özümü səfirliyin qapısına, dəmirlərinə zəncirləyəcəm. belə gəlsə Tofiq Yaqublu həbsdən ölü çıxacaq, diri deyil. Ona görə azadlıq tələb edirəm. Tofiq Yaqublu kimi digər 350 siyasi